Polşa Ali İnzibati Məhkəməsi qərar verib ki, Avropa İttifaqının digər ölkələrində bağlanan eyni cinsli nikahlar ölkə daxilində tanınmalıdır. Bu qərar Polşada eyni cinsli evliliklərin hələ də rəsmən mümkün olmamasına baxmayaraq, cütlüklərin bəzi hüquqlardan yararlanmasına şərait yaradır. Onlar qonşu Avropa İttifaqı ölkələrində evlənib öz nikahlarını Polşada rəsmi tanıtdıra biləcəklər. Qərar LGBTQ+ hüquqları baxımından ölkədə son illərin ən mühüm irəliləyişi olaraq görülür. Birləşmiş Krallıq Azərbaycandan olan gey fərdə sığınma statusu verib. Bu barədə ona dəstək göstərən Rainbow Migration təşkilatı xəbər yayıb. Belarus LGBTQ+ və uşaqsızlıq təbliğini qadağan edən yeni qanun qəbul edib. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən homoseksual münasibətlərin, cinsiyyət dəyişməsinin, uşaqsızlığın və pedofiliyanın təbliği adlı maddədə bu kimi hallara yol verənlərin cərimələnəcəyi qeyd olunub. Əgər homoseksuallığın cəlbedici olması barədə məlumat azyaşlılara çatarsa, inzibati həbs, ictimai işlərə cəlb edilmək kimi daha ağır cəzalar nəzərdə tutulur.